müəllimlər, bu günlərin biz 8-ci sinifin ilk 3 mövzusunun sual cavabını eləyəcəyik. Deməli, xidmət sahələrinə Ramil müəllim nələr daxildir? Xidmət sahələrinə müəllim mənzil idi, sonra kommunal idi, ictimai iaşə idi, maliyyə idi, ticarət idi, sonra kirayə, turizm. Bir şey deyim də, indi bircə dəqiqə dayanın indi. Bəs təhsili ora aid etmək olar yoxsa yox? Təhsili də salırlar xidmət sahəsinə. Deyir müəllim. Deməli, təhsil görsək, onu ora aid eləməyəcəyik. Yaxşı, bəs davranışın neçə forması var Ramil müəllim? Davranışın deməli sadəlik idi, dürüstlük idi, nəzakətli olmaq idi, təvəzzökarlıq idi, ədəblilik, zəriflik, mərifətlilik. Bax, sizin o saydıqlarınız davranış mədəniyyəti normalarıdır. Amma davranış deyəndə neçə formada olur? Kurikulumda da var idi o. Hərəkət forması. 2 formada. Hə. Real bir də verbal. Bəli, real, elə biləcəm ki, real şəkildə olan idi, hərəkətlərlə olan idi, verbal sözlə elə biləcəm ki, başa salınan idi, sözlə olan. Əla. İndi Saçlı müəllimə. Bax, hamı tərəfindən qəbul edilmiş dəyərlər çərçivəsində özünü aparmaq. Bunu hansına aid eləmək olar davranış mədəniyyəti normalarından? Hamı tərəfindən? Bəli. Ədəblilik deyilmi o? Ədəblilikdir, bəli, ədəblilikdir. Bəs insanların fərdi xüsusiyyətlərini aşkarlaya bilmək var idisə, bunu biz nəyə aid etmişdik? O zəriflik idi. Zəriflik idi. Bəs sosial pillədə kimin yuxarıda, kimin aşağıda olmasını biruzə verməmək hansına aid idi? Sadəlik. Sadəlik. Yaxşı. İndi Sədaqət müəlliməyə verəcəm, sonra Sevda müəllimədir, sonra da Gülcöhrə müəllimədir. Deməli, bax, Sədaqət müəllimə, doğru danışmaq, o verdiyimiz sözü yerinə yetiririksə əgər, bu hansı davranış mədəniyyəti normasına aid olur? Dürüstlüyə aiddir. Dürüstlük. Bəs bax, bayaqlarım dedik ki, insanların fərdi xüsusiyyətlərini aşkarlamaq, nəzərə almaq olmuşdu zəriflik. Amma indi sizə deyirəm ki, öz fərdi və müsbət keyfiyyətlərini qoruyub saxlamaq bacarığı, öz üstünlüyünü, məsəl üçün, müsbət cəhətlərini lovğalıq və ədəbsizlik kimi göstərməmək. Bu hansına aid idi? Öz sözü var isə, öz fərdi xüsusiyyətlər var idisə. Təvazökarlıq idi. Təvazökarlıq. Bəs ölçü hissi, sərhəd hiss etmək bacarığı bu hansına aid olunur? Ölçü hissi isə mərifətlilikdə idi. Mərifətlilikdə idi. Bəs mədəni və nəcib davranış sərgiləmək qarşılıqlı münasibətlərdə? Nəzakətlilik, yəni nəcib davranış, nəzakətlilik. Yaxşı, oldu, sağ olun. İndi Sevda müəllimə. Buyurun, müəllimə. Bax, dəyərlər sözü var idisə, dəyərlər çərçivəsində özünü aparmaq var idisə, bunu hansına aid eləmək olar? Hamı tərəfindən qəbul edilmiş dəyərlər çərçivəsində özünü aparmaq. Dəyərlər çərçivəsində müəllimə ədəblilik idi, ədəblilik. Ədəblilik idi. Yaxşı, bəs məsəl üçün, danışıq zamanı deyək ki, şəxsi və işgüzar münasibətlərdə gözlənilən ölçü hissi varsa, sərhəd varsa, sərhəddə hiss eləmək varsa, buna hara aid eləyirdik? Sərhəd var idisə. Sərhəd var idisə, müəllimə, mərifətlilik idi, mərifətli davranış. Məsəl üçün, deyirdik ki, belə deyək də, empatiya hissi qurmaq. Məsəl üçün, qarşımızda olan insan, məsəl üçün, reaksiyasını olduğu kimi anlayırıq. Daxili duyma qabiliyyətidirsə, bu hansıdır? Daxili duyma qabiliyyəti. Daxili duyma
Məsəl üçün sizlə söhbət eləyirəm, nəsə deyirəm, sizin reaksiyanızı olduğunuz kimi, yəni daxili duyma qabiliyyətimdən olduğu kimi qəbul eləyirəm də. Empatiya bəsləyirəm sizə. Bu hansında idi? Mərifətdə idi də. Daxili duyma idi, sərhəd hissi idi, şəxsi işgüzar münasibətlərdə gözlənilən. Bunlar hamısı mərifətliliyə aid idi. Bəli. Yaxşı, bir dənə də sual verim, sonra keçəcəm Gülcöhrə müəlliməyə. Bax, mağazada insan neçə formada, neçə kateqoriya insanlar rastlaşır, hansılardır, kimlərdir bunlar? Üst kateqoriya insanlar ünsiyyətdə oluruq mağazada. Birincisi satıcılardır, kassirlərdir, bir də ki, digər alış-veriş edən şəxslər, alıcılarla. Alıcılarla. Yaxşı. İndi Gülcöhrə müəlliməyə sual verəcəm. Gülcöhrə müəllimə, müsaitsiz, cavab verə bilirsiniz, yoxsa elə? Bəli. Yaxşı. Bəli. Bax, dedik ki, davranışın iki növü var. Onlar da yəni ki, hər ikisi də bir-birinə uyğun olmalıdır. Bu davranış növləri hansıları idi? Davranış normaları real və verbal. Real və verbal. Yəni ki, hərəkətlərlə gözlə görürük. Real elə bil ki, gözlə görürük də, hərəkətlərinlə, rəftarınla. Yəni ki, bu real şəkildə onun davranışını bilirik ki, necədir. Bir də var sözlərlə ifadə edilmiş, yəni verbal. Onun danışığından onun davranışı bilir ki, mən uşaqlara da həmişə deyirəm, dərs vaxtı. Deyirəm, bax, sizin real şəkildə sizin davranışı görürəm ki, necədir. Xarakterinizi tuturanda, bəli. Yaxşı. Real və verbal şəkildə. Real və verbal şəkildə. Bax, insanların fərdi xüsusiyyətlərini aşkarlamaq var. Bir də var ki, öz fərdi və müsbət keyfiyyətlərini qoruyub saxlamaq. İnsanların fərdi xüsusiyyətlərini aşkarlamaq deyəndə hansına aid edirik? Davranış mədəniyyəti normalarından. Öz fərdi və müsbət keyfiyyətləri qoruyub saxlamaq deyəndə hansına aid edirik? Deyə bilərsiniz? Öz fərdi keyfiyyətlərini qoruyub saxlamaq. Bəli. Yəni ki, bunlar davranış normalarını deyirsiniz, mədəniyyət normalarının hansına aid olduğunu. Bax, bayaq da dedim, yəqin sizin başınız qarışıq oldu. Eşitdiniz bayaq deyəndə? İzahda da demişdim. Yox, müəlliməm. Bax, insanların fərdi xüsusiyyətlərini aşkarlamaq varsa, yəni başqalarının da bunları nəzərə almaq bacarığı varsa, olacaq da zəriflik. Amma ki, bütün hallarda öz sözü varsa, öz fərdi və müsbət keyfiyyətlərini qoruyub saxlamaq bacarığıdırsa, bunda götürcük təvəzzökarlıq. Çünki təvəzzökarlıqda da belə baxanda tərsini öz sözü oxunur da, belə yadda saxlayaq, iki öz kimi. Bəli. Bax, bu iki məqam var ki, bunları testdə qarışdırırıq. Ona görə yəni bunları mən 2 dəfə hamıdan sual cavab elədim ki, bu davranış mədəniyyət normalarını yadınızda qalsın. Belə bir dəfə oxuyub getməklə yadda qalmır, yəni testdə qarışdırırlar. Yaxşı, etiket nə deməkdir? Hara sözü idi? Etiket fransız sözü olub, yarlıq etiket deməkdir. Yəni ki, davranış normaları, qaydalarıdır. İnsanların cəmiyyətdə davranış normaları və qaydalarıdır. Bax, alış-verişə getməmişdən öncə nə etmək lazımdır? Birinci işimiz. Alış-verişə getməmişdən əvvəl biz onun aldığımız ərzaqların, əşyaların siyahısını tutmalıyıq. Siyahısını tutmalıyıq. Oldu müəllimə, siz çox sağ olun. İndi Ramil müəllim, bax, mağazada davranış qaydaları ümumi qaydalarla tənzimlənir. Hansı şeylərə riayət eləmək lazımdır? Necə davranmaq lazımdır mağazada? Deməli, müəllim, mağazalar, əvvəl belə başlayım ki, mağazalar ümumilikdə 2 cür olur. Bir, özünə xidmət mağazaları vardır. Bir də satıcıların insanlara xidmət etdiyi iri supermarket mağazaları vardır ki, yəni burada da həm satıcıların, həm işçilərin, həm də elə bir alış-verişə gedən insanların hər birinin özünə uyğun deməli nələri var, hərəkətləri var da, yəni ki, davranış qaydaları var.
İndi insanların üçün soruşursa əgər, Aha. mağazaya daxil olanda, yəni ucadan danışmaq lazım deyil. Heç kimə, yəni mane olmamalıyıq, kiməsə mane olmamalıyıq. Yəni evdən gedəndə alacağımız nələrsə siyahı şəklində fikrimizi cəmləşdirib getməliyik ki, ən azından marketdə satıcını bütün məhsulların, yəni qiyməti ilə bağlı narahat eləyib işindən ayırmamalıyıq. Sonra bütün hamı deməli bütün marketə gedənlər nə isə almaq məcburiyyətində deyil, amma satıcının vaxtını almamalıdır, yəni narahat eləməməlidir. Bezdirməməliyik. Bəli. Sonra nələr var idi? Satıcıya əlavə pul aldığım malın dəyərindən əlavə pul vermək lazım deyil. Yəni ki, qiyməti nədirsə sadəcə onu vermək lazımdır, amma yarmarkalarda, bazarlarda alış-veriş eləyərkən o büdcədə idi. O büdcə dərsində idi. Yaxşı, biz harda Yəni orada endirim eləyə bilərik? Harda qiymət Market, elə bir aşağı? mağazalarda, yəni ki, bazarlarda endirim eləyə bilərik ki, yəni öz büdcəmizi qorumaqdan ötürü də, yəni endirim Bəli. eləyə bilərik. Amma biz belə supermarketdə supermarketlərdə deyə elə- bilmərik onu ki, bizə endirim eləyin də vahid qiymət verilir, standart verilir orada. Bəli. Yaxşı. İndi baxıram burada əsas şeyləri tapım ki, sizə əsas yerləri verim. Nağıl Turan çox da düşmür. Bax, belə bir şey deyim də. Məsəl üçün girmişik ictimai yaşaya, məsəl üçün kafedir, yeməkxanadır, bura girmişik. Baxırıq ki, boş masa yoxdur. Bu zaman nə edə bilərik? Boş masa yoxdursa oturmağa. Boş masa yoxdursa, müəllim, boş masa yoxdursa, əgər bizim orada iştirakımız yəni mütləqdirsə, sadəcə hansı stolda əgər boş yer varsa, ora yaxınlaşıb oturan insanlardan soruşmaq, icazə almaq lazımdır. Yəni əgər o yer nətər deyim, kiməsə aid deyilsə, icazə verilsə, orada əyləşmək lazımdır. Üzü elə bir zala tərəf əyləşmək daha məqsədə uyğundur, daha yaxşı bəyəniləndi, yəni. Yaxşı. Oldu. Siz sağ olun. İndi saçdı müəllimə. Bəli. Sizə belə bir sual verim. Bax, kafe və restorandır və yaxud yeməkxanadır. Bura birinci oğlan daxil olur, yoxsa qız daxil olur? Oğlan qıza yol verir, qız girir. Necə olmalıdır bu? Əgər oğlan qızla gəlibsə, bu zaman oğlan qapını açır, qız içəri girir də belə. Birinci. Elə bildim ki, elə İçəri deyirsiz. girir. Amma bax, burada cümlə nətər Hə. deyir? Deyir ki, kafedir, yeməkxanadır zalına birinci oğlan daxil olmalı. Sonra bu yerin məsəl üçün qızın xoşuna gəlib gəlmədiyini soruşmalıdır. Amma bizdə heç Hə. belə deyək də, mən demişdim ki, heç soruşmurlar. Hə. Prosta girirlər, baxırlar ki, yəni ki, ailə Hə, üçün hə. münasibdirmi? Sonra gəlib Yadıma çağırırlar. düşdü şey. Düz deyirsiz. Hə. Yaxşı, bəs Bizə kim deyirsə soruşan elə ikisi də elə bir dəfəlik gedir, otururlar, harda boş yer varsa. yox, laf heç birinci girir bir kişi baxır ki, görək bu içəri qadınla girmək olarmı? Yəni münasib yerdirmi? Bir boylanır, baxır, ondan sonra çağırır da, gəl tanımadığımız yerdə. Yəni elə birbaş girmirik də, məsəl üçün əgər öz elə bir yer yerimizdə varsa, ölsə, bəli. rayonumuzda ölsə. Belə yadda saxlayaq ki, birinci deməli oğlan daxil olur. Sonra bu yerin qızın xoşuna gəlib bəli. gəlmədiyini soruşur. Amma heç onu soruşan yoxdur. Özü bəyənirsiniz, soruş. deyir gəl. Yaxşı. Hə, bəli. Bax, kişilər belə yazıb. Kişilər masa arxasında xanımdan sağında oturur, solunda oturur. Necə oturmalıdır? Kişilər masa arxasında, adətən xanımların sağında, Aha. e, Masa balacaqsa, böyük sağında deyilsə. oturur. Əgər masa böyük deyilsə, onda üzbəüz otururlar. Bax, bunu belə yadda saxlamışdıq. Bir də deyirəm ki, testə qatışdırmayasınız. Bax, masa arxasında. Küçədə gedəndə də var idi. Bəli, arxasında Aha. varsa, sağında da A sözü, A hərfi var, düzdür? Deməli, arxasında, masa arxasında, masada da A hərfi var.
sağında da A hərfi var. Belə uyğunlaşır. Amma yolda deməli solunda, yolda da odur hərfi. Solunda gedir, Solda da, bəli. yəni ki, ol gedir də, belə o hərfi ilə gedir. Belə yadımızda saxlamalıyıq. Bəs məsəl üçün bir neçə nəfərik, girmişik, tutalım ki, bir restorana. Bu zaman sifarişi ofisanta kim deməlidir yeməklərlə bağlı olan? Necə eləməliyik? Deməli, tutaq ki, əgər kollektiv şəkildə bir neçə adam gedibsə və bizi kimsə çağırıbsa ora, ofisiantı çağıranda bizi də ora dəvət edən adam elə bir ki, ofisiantı çağırır və yeməkləri də o sifariş eləyir. Amma dəvət eləyən yoxdursa, məsəl üçün heç kəs dəvət eləmir də, yoldaşlarıq belə rastlaşmışıq. Onda da hamının fikrini soruşuruq da. Məsələn, hamının fikrini soruşuruq, sonra da ofisiantı çağırırıq və nə sifariş eləyirik də hansı yeməklər gəlməlidir. Bəli. Bir nəfər sifariş verir. Yaxşı, oldu Saçlı müəllimə. İndi Sevda müəllimə, bəs nələr məsləhət görülmür yeməkxanada deyək də belə? Məsləhət görülməyənlər nələr idi? Məsləhət görülməyənlər müəllimə masa arxasında oturan zaman masanın üzərinə əlavə əşyalar qoymaq, çantaydı, darağıydı, ərcək idi, cib dəsmalı bu şeylər istifadə eləmək, yəni qoymaq olmazdı. Sonra masanın arxasında saçı daramaq, bu da arzu olunan deyildi. Daha sonra yeməyi üfürə-üfürə yemək, qoxlamaq, bu da arzu olunan deyildi. Sonra nə var idi? Bax, masa... Kiminsə, yəni oturan insanlar varsa, onların yeməyinə diqqətlə baxmaq, onların masasına nəzarət etmək, bu da arzu olunan deyildi. Bir də masanın eyni tərəfində oturmaq. Yəni ki, eyni tərəfdə oturmaq olmaz da. Ya üz-üzə oturmalıyıq. Ya da sağ tərəfində. Ya da sağ tərəfində. Amma bu eyni tərəfində elə sağında da oturanda eyni tərəf düşür də. Bunu niyə yazıblar bura başa düşmədim. O da eynidir. Eyni, yəqin ki, sağ deyəndə yəqin ki, masanın küncündə olar da, yəqin ki, eyni yerində yox. O bir tərəfində, baş tərəfində biri, orta tərəfində biri belə götürək. Ola bilər. Qənaət edilmiş vəsait necə olur, ay Sevda müəllimə? Qənaət edilmiş vəsait müəllimə saxlanılmış puldur, daşınmaz əmlaka yönəldilmiş puldur. Yaxşı, bəs gəlir gətirir, hansı sahəyə məsəl üçün qənaət edilmiş vəsaiti yönəltsək bizə gəlir gətirər? Bu daha çox daşınmaz əmlakdır, dediyim kimi, qiymətli əşyaların alınmasıdır, deyək ki, qızıl, gümüş, belə şeylər. Bax, sonra gəlir gətirmək söhbəti varsa, bax, testdə rastlaşdırırsınız. Daşınmaz əmlakı götürəcəyik. Amma ki, məqsədə uyğundur. Yəni ki, qənaət edilmiş vəsaitin, məsəl üçün deyək ki, qiymətli kağızların, antik əşyaların, zərgərlik məmulatlarının alınmasına sərf etmək məqsədə uyğundur. Məqsədə uyğunluq varsa götürəcəyik bunları, amma əlavə gəlir gətirir desə, götürəcəyik daşınmaz əmlakı. Bax, bu iki şeyi mən izahda da dedim, yenə də deyirəm, bax, testdə qarışdırmayarsınız. Bax, ailə büdcəsinə necə qənaət etmək olar? Ailə büdcəsinə deməli uzun müddətli, yəni daimi istifadə olunanda keyfiyyətli əşyalar almaqla ailə büdcəsinə qənaət etmiş olarıq. Keyfiyyətsiz əşya alsa, daimi tez-tez qırılır. Biz də məcbur oluq onun yenisini almaqdan ötürü maddi vəsait ayırmalıyıq. Sonra yenə pulumuzu qənaətlə istifadə etməliyik. Onu hansısa müəyyən miqdarı qaldıqda onu biz əmanət bankına yatırmalıyıq. Bu vasitə ilə onun üzərinə faiz gələ bilər, arta bilər. Sonra yenə qiymətli nəyisə alınmasına bu kartlar olur da, nə deyirdilər ona, xüsusi kolleksiya olur deyə insanlar alırlar da. Bəli, əsasən kinolarda görürdük bu Türk kinolarında o kolleksiyaların yığılmasını.
konveksiya edirlər. Hə, nağd pula yığanlar da var. Bəzən görürsən euroya çevirirlər, Markalar dollara yığırlar. çevirirlər. Deməli, yalnız düşünülmüş idarə olunması ilə ailə büdcəsinin biz nə edə bilərik? Qənaət edə bilərik. Qənaət edə bilərik. Bəli. Yaxşı, sağ olun. Sədaqət müəllimə, daşınmaz əmlak nə idi? Daşınmaz əmlak, torpaq, sonra ev, bunlar gedir də yəni. Yaxşı, büdcə nə idi? Büdcə müəyyən zaman kəsiyində gəlirin və xərcin planlaşdırılmasıdır. Bax, bu zaman kəsiyi Zaman hansı kəsiyi müddətləri əhatə eləyirdi? Həftə, ay, rüb, yarım il, il. Bəs Həftə, bir ay, fərdin rüb, yarım il. doğrudur. Bir fərdin müəyyən zaman kəsiyində gəlir və xərcinin planlaşdırılması desək, bunu da büdcəyə aid edirik, yoxsa nəyə aid eləyirdik? Şəxsi büdcəyə aid edilir. Şəxsi Bir fərd büdcə. şəxsi büdcəyə. Deməli, iki cür büdcəmiz oldu da. Ailə Ailə büdcəsi, şəxsi büdcə. Ümumi götürəndə büdcədir, amma bir fərd varsa aid edəcəyik şəxsi büdcəyə. Bəli. Yaxşı, bəs düşünülməmiş pul xərcləməkdən çəkinməyin yeganə yolu nədir? Məsələn, mağazaya gedəndə ac getmək olmaz. Sonra nəqd pulla həmişə alış-veriş etmək lazımdır. Alış-veriş edən zaman əşyaların üzərindəki məsələn qablaşdırmaya o qədər dərəcədə baxmaq lazımdır. Məsələn, belə görürsən ki, əlvan qablaşdırma olur, o bizi aldadır. Ona görə də biz diqqətlə müşahidə eləməliyik. Sonra almalıyıq. Bəli. Bax, Sonra deməli, qidalanmaya riayət eləməliyik, qidalanmaya. Məsələn, nahar fasiləsi zamanı işləyən insanlar gedib kafedə, restoranda yeməkdənsə özü ilə yemək aparsa daha yaxşıdır. Bunlar bizim qənaət etmə yollarımızdır. istirahətdir, əyləncədir. Yəni bunlara ayrılmış xərclərə də nəzər salırıq. Ümumilikdə düşünülməmiş xərcdən, pul xərcindən çəkinməyin çıxış yolu odur ki, öz büdcəni və ailə büdcəni nəzərə alaraq bunları düzgün bölüşdürməkdir. Yəni düzgün bölüşdürmə aparsaq, deməli biz bədxərcliyə yol vermiş olmarıq da, belə deyək. Yaxşı. Bəli. Sağ olun. İndi Gülcöhrə müəllimə keçək 3-cü mövzumuza. Kənd təsərrüfatı heyvanlarını saxlamaqla biz nə əldə edirik Gülcöhrə müəllimə? Gülcöhrə müəllimə, eşidirsiniz mən? Müəllimə eşidirəm. Lüsay nəsə qonağım gəldi, ona görə yayındım dərsdən. Cavab verəmirsinizsə, yoxdur o bir müəllimlərdən soruşum, siz dinləyin. O üzrlü sayında mən. Yaxşı. Onsuz da qeyd götürürəm. Evdə iş görə özünüz cavablandırarsınız. Ramil müəllim. Bəli, müəllim. Deməli, sual da yadımdan çıxdı. Deməli, baxın, kənd təsərrüfatı heyvanlarının saxlanmasından biz nə əldə edirik? Yeyinti məhsulu kimi nə əldə edirik? İstehlak xammalı kimi nə əldə edirik? Kimi kənd təsərrüfatı heyvanları məhsulundan, ətindən, südündən istifadə edirik, yağından istifadə edirik, yəni süddən alınan ərzaqlardan istifadə edirik. Amma xam mal kimi yunundan istifadə edirik, sonra sümükdən nələrsə hazırlanır, ondan istifadə edirik. Yunu, tüküdür, istifadə olunur. Sonra qoyunların dərisindən istifadə olunur. Sümüyündən. Buynuzundan da sümüyündən, filin sümüyündən də istifadə olunur da. Fil buynuzundan, dişindən istifadə olunur da müəllim. İstifadə olunur, amma onları biz ev heyvanlarına aid eləmirik də. Amma ümumilikdə düz dediniz də, yundur, cod tükdür, dəridir, sümükdür bunlardan. Bəli, ümumi götürdüm mən, amma ev heyvanlarından bəli o fil aidiyyatı yoxdur. Yaxşı, bəs hansı heyvanlar idi ki, bunlar yemə tələbkar deyildi, sürü halında yaşaya bilirdi, gəlir gətirirdi?
Bəli, qoyun keçi idi. Onlar yəni ki, çox da yem tələb edən heyvanlar deyildi. Yəni az miqdarda yemlə də sürü halında yaşamaqla da onları saxlayıb artırıb, yəni yüksək gəlir əldə etmək olardı onlardan. Yaxşı, bax, Qoyundan, keçidən. düzdür. Bax, dünyanın hər yerində ekoloji təmiz qida hesab olunur. Hormonal əlavələr qatılmış yem qəbul etmir. Xərçəng toxumalarının inkişafını ləngidir. Bu hansı heyvanın əti idi? Qoyun əti idi, müəllim, qoyun əti. Kalorisi deməli tərkibində olan xolesterin deməli heyvan ətində olandan az olduğuna görə, ona görə ən yaxşı qida əlavəsi qoyun əti hesab olunurdu. Qida. Deməli qoyun ətində 290 deməli nə idi o milli kalori nədir? Milli elə bir o gedirdi. Amma mal ətində 750 idi elə bilirəm. 750 idi. Bəli. Yaxşı. 750. İndi növbə kimə çatdı? Saçdı müəlliməmizə. Deməli, dedik ki, qoyun əti iki növə ayrılırdı. Saçdı müəllimə, hansılar idi? Deməli, qoyun əti iki növə ayrılır. Biri yaşına qədər heyvan əti, buna quzu əti deyirik. Bir də ki, 1 yaşdan yuxarı heyvanlara isə qoyun əti, yəni bu qoyun əti adlanır. Yaxşı. Qoyun əti də çox gözəl və dad keyfiyyətinə malikdir. Bunların tərkibində zülallar, mineral maddələr, vitaminlər var. Tərkibində olan xolesterini də Ramil müəllim dedi ki, qoyunda 290-dır, malda 750-dir. İndi bir sual verim sizə. Bax, mal ətindən tərkibindəki nələrə görə mal ətindən üstün sayılır qoyun əti? Hansı şeylərə görə, maddələrə görə? Xolesterinə görə. Yox, mal ətindən üstün sayılır. Bax, mineral maddələr, tərkibində olan vitamin və mineral maddələrinə görə mal ətindən üstündür. Zülallardır, amin turşularıdır, mineral və vitaminlərə görə, yəni ki, mal ətindən üstün sayılır. Yaxşı, bəs hansı qoyun cinslərinə üstünlük verilir saçlı müəllimə? Əsasən ətlik, yunluq, bir də ki, ətlik, yağlıq qoyun ətlərinə üstünlük verilir. 3 cür oldu da, 3 cür oldu. Deməli, necə oldu? Ətlik, yunluq. Ətlik, yunluq, bir də ətlik, yağlıq. Yaxşı. İndi Sevda müəllimə, orta yaşlı qoyun cəmdəyin çəksin deyin, bir də quzu cəmdəyin çəksin deyin. Orta yaşlı qoyun cəmdəyi mənim 18-30 kiloqram olur. 1 yaşa qədərsə 15-18. Yaxşı, biz bu quzu cəmdəyi demişdik ki, 15-18 kiloqram olur. Biz bunu başqa hansı mövzu ilə keçmədiyimiz 8-ci sinifdən bir mövzu ilə əlaqələndirmişdik. Ortasına bir dənə vergül ataraq demişdik, onun çəkisinə bənzəyir. Hansı heyvanın? Yox, heyvan bölüydü. Toz soğranın çəkisi də demişdik ki, 1,5, 1,8 tozluğunun çəkisi. Tozluğunun. Bəli, kiloqramdır. Burada da quzunun əti. Bax, toz soğranda da zı var idi, quzuda da zı var idi. Demişdik ki, quzuda 15-18 kiloqramdır quzu cəmdəyin çəkisi. Amma ki, toz soğranın tozluğunun çəkisi 1,5, 1,8 kiloqramdır. Bax, bunu da yadınızda saxlayın. Bax, belə-belə öyrənəndə o mövzunu keçəndə nisbətən asan da olur sizə. Ana südünə yaxın olan hansı heyvanın südü idi? Keçi südü idi. Yaxşı. Bir sual da verim sizə, sonra keçək o birisi müəllimlərə. Hansı pendir növləri var idi qoyun südündən alınan? 4 türü idi. Roquefort, Pecorino, Qafqaz, bir də brinza. Brinza. Sədaqət müəlliməyə çatdıq da, düzdürmü? Sədaqət müəllimə, bax, qoyun südünün tərkibində deməli yağ nə qədərdir, zülal nə qədərdir, süd şəkərdir, mineral duzlardır. Bu faizləri deyə bilərsiniz, neçə faizdir? Duzlar deməli 0,8% duzlardır. Sonra yağlar
4,6%-ə qədər süd şəkəridir. Sonra 4,5-6% zülaldır. Sonra bir dənə qaldı. Yağ nə qədərdir? Neçə faizdir? Yağ təxminən 6-8%. 6-8%dir. Yaxşı, bəs 1 litr qoyun südünün ümumi qida dəyəri neçə kilokalori idi? 1 litr qoyun südünün ümumi deməli qida dəyəri 1060 kilokaloridir. Yaxşı, 1060 demişdik ki, 60 rəqəmini fen mövzusunda da görmüşdük, düzdür? Fəndə nə idi? 60 rəqəmi nə idi? 60 dərəcə. Deməli ümumi norma üçün saçın fenləmə dərəcəsi 60. 60 idi, bəli. Yaxşı. Bəli. Bax, deyir ki, quru maddələr qoyun südündə inək südünə nisbətən nə qədər artıq idi? Məsəl üçün, yağ nə qədər artıq idi? Zülal nə qədər artıq idi? Deməli Quru maddələr nə qədər idi? Qoyun südünün, inək südündən nə qədər artıq idi? Quru maddələr 1,4. Deməli inək südündən quru maddələr 1,4% təxminən. Bəs yağ və zülal? Yağ və zülal 1,8. 1,8%. Yaxşı, keçi südünün tərkibində hansı maddəyə görə deyirdik ki, xəstəliklərin müalicəsi üçün istifadə olunurdu qədim zamanlarda? Deməli, keçi südünün tərkibində ümumiyyətlə ana südünə yaxın süddür, keçi südü və onun tərkibində innoqlavlin var, bol miqdarda. O da deməli qədim zamanlardan bəri ümumiyyətlə müxtəlif xəstəliklərin, yoluxucu xəstəliklərin məncə Müalicəsində istifadə olunur. Yaxşı, oldu Sədaqət müəllimə. Ramil müəllim, siz açın mikrofonu. Bir də ki, radionuklidi də çıxardır da, insan bədənində olan o şüadan yaranan radionuklidi də insan bədənindən xaric eləyir keçi südü. Oldu. Deməli, Ramil müəllim, hemoqlobin deyəndə nə başa düşürük? Nə idi o mənası? Hemoqlobin müəllim deməli insan bədənində olan deməli nətər şüalar idi, reaktiv şüalar. İnsan bədənində olan reaktiv şüaların miqdarı idi. Radionuklid idi. Bax, hemoqlobin qanda olan allergik reaksiya göstəricisidir. Allergiya varsa hemoqlobini götürəcək. Deməli, allergiyanı da aradan qaldıran, çıxaran da olacaqdır radionuklidlər. Bəli. Yox, müəllim. Elə idi müəllim, yoxsa hemoqlobin radionuklidi çıxardırdı. Yerin dəyişikliyi düz elə bir, yoxsa mən qarışdırdım. Bax, indi bircə dəqiqə o yeri mən tapım, oxuyaq, bir də baxaq. Bax, deyir ki, buyur, oxu. Keçi südünün tərkibində şeyim yoxdur. Bax, burada nə deyir? Deyir ki, keçi südü tərkibinə görə ana südünə olduqca yaxındır. Bol miqdarda hemoqlobinə görə keçi südü lap qədim zamanlardan bir çox xəstəliklərin müalicəsi üçün istifadə olunubdur. Sübut edilibdir ki, qida məhsulu bədəndən radionuklidləri çıxardır və allergiyanı aradan qaldırır. Deməli, hemoqlobin südün tərkibində olandı, amma mənfi təsir edən elementdə deməli o nə oldu? Radionuklidlər oldu ki, allergiya yaradır da. Bu allergiyanı da nə çıxartdı? Hemoqlobin. Bəli. Deməli, bax 10 baş qoyun üçün dedik ki, arxac neçə kvadrat metr? 30-40. Bu 30-40 rəqəminə başqa biz haralarda rast gəlmişdik ay Ramil müəllim? Oranın işləmə rejimində 30-40 dəqiqədən artıq işlətmək olmaz oranı. Ondan sonra başqa mebellər, stulların təmirində, məktəb stullarının təmirində demişdik, əlavə dərs olmalıdır.
30-40 təmir dəsti olmalı idi, bəli. Bir də burada qoyun quzu üçün arxac idi ki, başqa bir yerdə də var idi. O yadımdan çıxdı. Yadıma düşərsə deyərəm. Bir də mən Ütüləmədə idi burada emal. Ütüləmədə yox. Bax, Emal tikiş zamanı. maşını ilə emal zamanı. Tikiş maşını ilə. Nədə yəni tikiş maşını emal. 30-31, ütüləmədə 30-35 Hə, idi. tikiş maşını ilə toz soğuranı Hə, 2 tığ kimi əvvəldə əlaqələndirmişdik, yadıma düşdü. Bir burada qoyun quzu üçün arxaçda, bir də o məktəb stollarının əlavə dəsti. Bunlar 30-40 rəqəmi ilə göstəriləcəkdir, qarşılaşdırırsınız. Yaxşı. Deməli, bax, ümumilikdə tövlə necə olmalıdır? Orada şərait necə olmalıdır? Bu haqqda da qısa bir şey verin, keçək o birisi. Tövlə işıqlı olmalıdır, yeri quru olmalıdır. Sonra deməli nəmişlik olmamalıdır tövlədə. Yəni Döşəməsi nəmişlik necə olanda olmalıdır? qoyunlar döşəməsi havalanmalı olmalıdır, quru olmalıdır. Bir də taxtadan olmalı ki, yəni orada duru olan, nə bilim, qoyunların altı hissəsində Tullantıları. yəni, o axıb gedə, tullantıları bəli axıb gedə bilsin. Yəni məsamələrlə olmalıdır. vurulmalıdır, o aradan axıb gedə bilsin deyənə. Bəli, elə olmalıdır. Sonra damın tövlənin hündürlüyü alçaq olmalıdır. Yəni Aha. orada da qızdırılmaya ehtiyac olmaq üçün alçaq olmalı ki, qoyunların öz yunları özlərini həm isti saxlayır, həm də balaca tövlə öz qoyunların nəfəsləri ilə qıza bilir də. Yəni istilik hündürə qışda onlara qalxır deyir. O alçaq olanda o istilik nisbətən heyvanlara yaxın olur da, onunla bağlı isti olsun deyənə. Bəli. Bəs təknələr Elə olmalı. hardan asılır? Yem təknələr. Təknələr, yem təknələri və su təknələri olur. Onlar nəyinsə üzərində dirəklər. ki, yəni qoyunlar onların içərisinə girib, yəni onları batırmasın da, içərisini bulamasın, yəni. Oldu.